Grupta da atıldığı kimi learn.microsoft.com saytına daxil olaraq açılan ilk pəncərədə qarşımıza daxil olan birinci bəndin üzərinə tıklayırıq və daha sonra qarşımıza belə bir səhifə açılır. Hər kəsin kompüterində düşünürəm ki, translation var və istər buradan, istər də bu hissədən ingilis dilini əksəriyyətimiz bilmədiyimiz üçün perevod elə, yəni çevirə bilərik. Bu səhifə açılandan sonra bu hissədə yuxarı sağ üstdə daxil ol düyməsi var. Daxil ol düyməsinin üzərinə vuran kimi mən burada birinci dəfə daxil olmuşam dedi. Artıq burada avtomatik yazılır. Biz öz deməli Teams'də olan, yəni ki, utis kodumuzu qeyd edirik. Daha sonra şifrəmizi qeyd edirik və belə pəncərə açılır. Yəni burada bizim adımız, soyadımız, yəni gördüyünüz kimi qeyd olunur. Yəni bizim profilimiz var. Profildə də yəni ki, bizim məlumatlarımız var. Burada deməli nişan, profil hissəsində nişanlar, kuboklar, yəni ki, bu kimi, yəni izləyirəm, mənim izlədiyimi və yaxud məni izləyənlər kimi bir şeylər göstərilir. Əsas bizə lazım olanlar nişan və kuboklardır. Nişan və kuboklar bizim nə qədər modulları, təlimləri işlədiyimizi və bildirir. Yəni nə qədər çox təlim işləsək, o qədər çox nişanlarımız və kuboklarımız çoxalasıdır. Hal-hazırda mən bir təlimdə iştirak eləmişəm və onun imtahanını bitirmişəm. Yəni bir təlimi bitirmişəm. Mən sizə köməklik üçün onu deyim ki, bildiyimiz kimi bir neçə süni zəka aləti var. Bunlardan biri də Gemini-dir. Mən burada qeyd yazdım ki, bəs mən Microsoft sertifikatlı müəllim olmaq üçün hansı təlimləri iştirak eləməliyəm və hansılar, yəni burada təlimlər çoxdur. Mənə əsas olanları denəndə ki, burada hansıdır? Burada da qeyd olundu ki, aşağıda bir neçə mənə təlim qeyd olundu və bunlardan linkləri bura yerləşdirilib. Burada bir neçə mənə dedim ki, linkləri ver. Mən onları, yəni konkret olaraq onlardan istifadə edeyim. O da həmən linkləri mənə verdi. Məsələn, biri burada ilk öncə deyir ki, məsələn, ən əsas hazırlıq 21-ci əsr öyrənmə dizaynı olan 21 LCD təlimində deyir, iştirak elə. Bunun üçün mən linkin üzərinə keçid edirəm və üzərinə belə vurulan kimi burada bir dəqiqə açam orada. Belə bu formada açılır və özünü idarə etmə təliminə başlayın. Başlama tıklayıram və bu formada yenə də başlayın və belə bu formada açılır mətin. İlk öncə 5 dəqiqə girişdir, öyrənmənin məqsədləri, sonra növbətini vururam. Yəni bu hissələri oxumaq lazımdır. Bildiyiniz diqqətli şəkildə oxumaq. Belə oxuya gedirik və burada hətta izahlı şəkildə ingilis dilində video da yerləşdirilir. Bizdə problem olduğuna görə The next dimension we will examine is collaboration. biz buna istifadə Of all etmirik. dimensions, I personally feel Ona görə də collaboration is the və most challenging to incorporate in my lesson design, but the most rewarding when it's done right.
The next dimension we will examine is collaboration.